Salam, hər vaxtınız xeyir olsun. Bugün aprel ayının 25-i, saatlarımız 12:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir. Qəbələdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Ukrayna prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilir. Siyasi şərhçi Azər Həsrət TNS TV-yə açıqlamasında Zelenskinin Azərbaycana səfərinin əhəmiyyətindən danışıb. İzləyək. Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri ilə bağlı məlumatların geniş yayılmamasında qəribə heç nə yoxdur. Bilirik ki, Zelenski ümumiyyətlə çox səfərlər edir, müxtəlif ölkələrə gedir və bəzən də bu səfərlər qəfil olur, öncədən elan edilmədən gerçəkləşdirilir. Üstəlik də Azərbaycanla Ukrayna arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir, yəni qarşılıqlı etimad yüksək səviyyədədir. Bu baxımdan mən düşünürəm ki, səfərlə bağlı ilkin məlumatlar vaxtında yayımlanmayıb. Amma istənilən halda biz Azərbaycan tərəfi olaraq arzu edirik ki, Ukraynada müharibə tezliklə bitsin. Ümumiyyətlə, Ukrayna, digər ölkələr müharibə etməsin. Azərbaycan çünki Ukrayna ilə münasibətlərə çox yüksək dəyər verir. Bizim orada soydaşlarımız da yaşayır. Yaşamasa belə biz sülh tərəfdarıyıq. Azərbaycan dövləti bütün dövlətlərlə, o cümlədən də Ukrayna ilə sülh bazasında münasibətlərdə maraqlıdır. Belə bir şəraitdə əlbəttə ki, Ukrayna prezidentinin səfərini dəyərləndirməliyik. Azərbaycan həmişə bu cür dialoqlara, bu cür münasibətlərə açıq olub, o cümlədən də Ukrayna ilə münasibətlərə açıq olub və bugün də biz bunu əməldə göstəririk. Əlbəttə ki, Ukrayna prezidenti xoş gəlib, səfa gətirib və biz bu səfərdən çox məmnunuq. Bugün milli qəhrəman Albert Agarunovun doğum günüdür. Albert Agarunov 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxan rayonundakı 154 saylı məktəbin 8-ci sinifini bitirərək peşə məktəbində sürücü mexanik peşəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya qayıdaraq Suraxanıda maşın qayırma zavodunda işləyib. Vətənimizin dar günündə Albert könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilib və Şuşa cəbhəsinə yollanıb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 8 may 1992-ci ildə Şuşada səhər tezdən erməni quldurların tankları görünüb. Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edib. Yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşi ilə daha bir düşmən tankını da məhv edib. Sevincdən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına həlak olub. Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi. Hətta o dövrdə hər kəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdu. Albert Agarunov Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Ağcabədidə yol qəzası baş verib. Qayğı qəsəbəsində Vaz markalı minik avtomobili Kamaz markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü Bakir Quliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər Habil Həsənov, Polad Həsənov və Murad Həsənov, Razi Həsənov xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Tərtər rayonu Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Nəbiyev Əli Məhəmməd oğluna məxsus maye qaz doldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkar edilib. Belə ki, maye qaz doldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, texniki müayinələrin aparılmadığı, nəzarət, ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib. Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qaz doldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib. 5-ci və 6-cı siniflərdə təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə monitorinqlər təşkil edilib. Bu barədə Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədi ilə 27 aprel saat 18:00-dan etibarən 4-cü və 6-cı siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 30 aprel saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər. Monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək. Azərbaycanda dövlət əmlakının icbari sığortası üzrə sığorta haqlarının hesablanmasında vahid metodoloji yanaşma bütün hallarda tətbiq edilməyib. Bu barədə Hesablama Palatasının Dövlət Auditi bülletenində bildirilib. Sənədə əsasən Maliyyə Nazirliyinin 6 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydasında nəzərdə tutulan əsas göstəricilər, maliyyə göstəriciləri, risk amilləri və əmlakın təyinatı sığorta haqlarının hesablanması zamanı bəzi hallarda vahid qayda tətbiq edilməyib. Təhlil zamanı müəyyən olunub ki, bəzi təşkilatlar üzrə yüksək azad olma məbləği müəyyənləşdirilib. Bu isə sığorta hadisəsi baş verdiyi halda zərərin bir hissəsinin qarşılanmaması riskini yaradıb. Qeyd olunub ki, icbari sığorta üzrə bərpa dəyərlərinin və sığorta haqlarının hesablanmasında metodoloji uyğunsuzluqların mövcudluğu, eləcə də yüksək azad olma məbləğlərinin tətbiqi dövlət əmlakının tam sığortalanmasını məhdudlaşdırıb. Bu hal əmlakın qorunub saxlanılması, zərərin tam kompensasiyası və büdcə vəsaitlərindən səmərəli istifadə prinsiplərinə uyğun hesab edilməyib. Xəzər rayonu Binə qəsəbəsində yerləşən 9 mənzildən müxtəlif vaxtlarda pul və qızıl zinət əşyaları oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə təqsirli bilinən 46 yaşlı Məzahir Əliyev müəyyən olunaraq saxlanılıb. Həmin şəxsdən oğurladığı əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Şəkidə avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var. Hadisə gecə saatlarında Qara Məryəm İsmayıllı Şəki yolunun Şəki rayonunun Köbərzəyzid kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Elsəvər İsmayılovun idarə etdiyi Mercedes markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilla İsmayılova xəsarət alıblar. Tamilla İsmayılova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir. Narkotik vasitənin təsiri altında yük avtomobilini idarə edən şəxs həbs edilib. Bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bakı-Quba yolunun 129-cu kilometrliyində həmin sürücü aşkar olunub və saxlanılıb. Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib. Binədə evinin ikinci mərtəbəsindən yıxılan qadın 7 gün sonra ölüb. Aprelin 17-sində 56 yaşlı Sədaqət Cabir qızı Əskərova yaşadığı Binə qəsəbəsindəki evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən Sədaqət Əskərova təxminən 7 gün sonra aprelin 24-ü orada dünyasını dəyişib. Araşdırmalar davam edir. Paytaxtın Səməd Vurğun və Rəşid Behbudov küçələri, eləcə də Heydər Əliyev prospektinin əsas və kənar yollarında 24-27 aprel tarixlərində aidiyyatı qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bəzi marşrutların hərəkət alternativ küçələrdə təşkil ediləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verdiyi məlumata görə Səməd Vurğun küçəsindən keçən 61 nömrəli marşrut Azadlıq prospekti ilə, 88A nömrəli marşrut isə Rəşid Behbudov və Salatın Əskərova küçələri ilə, Rəşid Behbudov küçəsindən keçən 4 nömrəli marşrut Puşkin küçəsi, Azadlıq prospekti və Füzuli küçəsi ilə, 5, 20, 61 və 88 nömrəli marşrutlar isə Xəqani, Puşkin və Füzuli küçələri ilə Heydər Əliyev prospektinin əsas yolundan keçən H1 nömrəli marşrut kənar yolla hərəkət edəcək. Həmçinin qismən məhdudlaşdırılması nəzərdə tutulan Heydər Əliyev prospektinin kənar yolundan keçən 1, 13, 38 və M8 nömrəli marşrutların intervallarında da artım ola bilər. Odur ki, yola çıxan sərnişinlər bunları mütləq şəkildə nəzərə alsınlar. Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb. Kənd sakini 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı Güləndam Məmmədovanın köməyinə gələn qonşuları 67 yaşlı Musa Həsənov və onun həyat yoldaşı 65 yaşlı Fatma Həsənova da xəsarət alıblar. Hər üç şəxs Ucar rayon mərkəzi xəstəxanasına yerləşdirilib və xəstəxanadan bildirilib ki, çaqqal dişləməsi diaqnozu ilə xəstəxananın təcili və təxirə salınmaz tibbi yardım bölməsinə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Suriyadan Azərbaycana reportasiya olunmuş 2 qadın, 3 uşaq olmaqla daha 5 vətəndaş üçün psixoloji dəstək tədbirləri başlayıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə
yola salınacaqlar. Növbəti mərhələdə isə agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıkları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar. Hər bir repatriantın cəmiyyətə reinteqrasiyası məqsədi ilə müvafiq dəstək tədbirləri keçiriləcək. Xatırladaq ki, son illərdə Sosial Xidmətlər Agentliyi Azərbaycana repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 49-u sosial reabilitasiya işi həmin şəxslərlə davam etdirilir. Vətən müharibəsindən sonra əvvəlki sağlamlığına qovuşan qazilərin sayı 276-ya çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Vüqar Məmmədov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüşdə deyib. Postmüharibə dövründə agentlik tərəfindən şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 30 minə yaxın şəxsin məşğulluğunun təmin edildiyi bildirilib. Həmçinin onlardan 13,5 min şəxs üçün özünə məşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının qurulduğu da diqqətə çatdırılıb. Ağdaş rayonunda evdə meyit tapılıb, hadisə Ləki qəsəbəsində qeydə alınıb. 75 yaşlı rayon sakini Məmmədov Seyfəddin Məmmədoğlu yaşadığı evin həyətində ölmüş vəziyyətdə aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Ağcabədi rayonunda Kür çayının uçurduğu bənd artıq bərpa olunub. Bu barədə bəndlərin istismar idarəsinin rəisi Elman Nuriyev açıqlama verib. O bildirib ki, hadisə Kürçay rayonunun Nəcəfqulubəyli kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə barədə aidiyyatı qurumlara məlumat verildikdən sonra idarənin əməkdaşları və ətraf rayonlardan cəlb olunan texnika əraziyə yönləndirilib. Bənd torpaqdan inşa olunduğu üçün təbii təsirlər, eləcə də vəhşi heyvanların yaratdığı boşluqlar müəyyən risklər yaradıb. Bütün əməkdaşlar və texnika bəndlərin üzərində işlərini davam etdirir. Bəndlərin eni və uzunluqları standartlara cavab verir. Buna baxmayaraq torpaq bəndlərdə müəyyən çatların yaranması da mümkündür. İdarə rəisi qeyd edib ki, gecə boyu aparılan işlər nəticəsində bəndin əsas hissəsinin bərpası demək olar ki, tamamlanıb. Sonradan müşahidə olunan sızmaların da qarşısı artıq alınıb. Hazırda ərazidə su sızması qeydə alınmır. Mühafizə bəndinin üzərindən avtomobillərin hərəkəti bərpa edilib. Bəndin tam möhkəmləndirilməsi istiqamətində son işlər aparılır. Gəncə şəhərində qonşular arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin Komsomol adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə 35 yaşlı İbrahim İbrahimov baş və kürək nahiyəsinin bıçaq yarası xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. İbrahim İbrahimovun qonşusu tərəfindən bıçaqlandığı deyilir. Faktla bağlı araşdırma aparılır. Şirvan şəhər polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Əraziyə keçirilən baxış zamanı agrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənək yol aşkarlanıb. Aslanlı və Həsənovun çətənək yollarını ötən ay əkərə xüsusi qulluq göstərdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Yol hərəkəti qaydalarını pozaraq yol infrastrukturuna zərər vuran sürücü saxlanılıb. Bu barədə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı Elvin Hacıyev TNS TV-yə açıqlama verib, indi həmin açıqlamanı izləyək. Qanun pozuntusunu gizlətmək istəyən sürücü saxlanıldı.
narkotik təsiri altında olduğu müəyyən edildi. 22 aprel 2026-cı il tarixində saat 13:00 radələrində Bakı-Quba yolunun 129-cu kilometrliyində DAF markalı 19 BX 609 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şibəxanov Azad Tahiroğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yaymaq məqsədi ilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaratmışdır. Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraq bu vəziyyətdə hərəkətini davam etdirmişdir. Həmin qanuna zidd hərəkətlər kameralar vasitəsilə aşkar olunmuş və nəqliyyat vasitəsi dərhal yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə Azad Şibəxanov 30 gün müddətində inzibati qaydada həbs edilmişdir. Yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırılır ki, nəqliyyat vasitələrinin normativ tələblərə uyğun yüklənməsi və yol hərəkəti qaydalarına riayət olunması hərəkət təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən mövcud qaydalara ciddi əməl edilməsi xahiş olunur. Ağır çəkili nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi onların idarə olunmasını çətinləşdirir, əyləc məsafəsini artırır və qəza riskini yüksəldir. Bu kimi hallar digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır və ümumi hərəkət mühitinə mənfi təsir göstərir. Eyni zamanda ümumi istifadədə olan avtomobil yollarının qorunması və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müasir elektron tərəzi sistemləri tətbiq olunur. Bu sistemlər vasitəsilə normadan artıq yüklənmiş nəqliyyat vasitələri müəyyən edilərək qanunvericiliyə uyğun tədbirlər görülür. Normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti, eləcə də bu kimi nəzarətdən yayınma cəhətləri yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaratmaqla yanaşı, yol infrastrukturuna da ziyan vurur. Belə hallara qarşı nəzarət tədbirləri davam etdirilir. Həmçinin müşahidələr zamanı bəzi hallarda sürücülər tərəfindən elektron tərəzilərə yaxın ərazilərdə riskli manevrlərin edilməsi, dövlət qeydiyyat nişanlarının örtülməsi və digər oxşar qanuna zidd üsullarla nəzarətdən yayınmağa cəhdlər qeydə alınır ki, bu da digər hərəkət iştirakçıları üçün əlavə təhlükə yaratmış olur. Davam edirik. Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Rəhim Qasımovun 19 il müddətinə azadlıqdan məhrum etməsini təklif edib. Daha sonra prosesdə hökm oxunub. Rəhim Qasımov 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayon ərazisində yerləşən mənzillərdən birində baş verib. 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyidinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Onun üzərinə baxış zamanı narkotik vasitədə aşkar edilib. Ağcabədi rayonunda fərdi yaşayış evində faciə ilə nəticələnən yanğının təfərrüatları məlum olub. Yanğında həyatını itirən 12 yaşlı İmadəddin Şirinovun ev sahibi Mahirə Hüseynovanın baldızının nəvəsi olduğu bildirilir.
Məlumata görə uşağın atası 2 ay əvvəl vəfat etdiyindən tək qalmasın deyə Mahirə Hüseynova ilə birlikdə qalırmış. Hadisə baş verən zaman azyaşlı otaqlardan birində yatılı olub. Ev sahibi 70 yaşlı Mahirə Hüseynova yanğın zamanı evdən çıxa bilib. Sonra azyaşlı qohumunu xilas etmək üçün yenidən evə daxil olmağa cəhd göstərib. Lakin yanğının sürətlə bütün evi bürüməsi uşağı çıxartmağa imkan verməyib. İlkin ehtimala görə yanğın evin mətbəxində başlayıb. Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir. Biləsuvar rayonunda da bədbəxt hadisə baş verib. Hadisə rayonun Melioratorlar qəsəbəsində qeydə alınıb. Məlumata görə 21 yaşlı İslam Hüseynovun cansız bədəni yaşadığı evin həyətində aşkarlanıb. Yaxınları və qonşuları gəncin qəfil ölümündən sarsıldıqlarını deyiblər və bildiriblər ki, İslam çox mehriban, qayğıkeş və zəhmətkeş bir gənc idi. Atası dünyasını dəyişmişdi. Anası isə çox zəhmətkeş qadındı. İslamın dost tanışı yox idi. Ailəsini dolandırmaq üçün çalışırdı. Onun ölümü hamımızı dərindən kədərləndirdi deyə qonşular bildirib. Ölümün nədən baş verdiyi hələ ki dəqiq bəlli deyil. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır. Xankəndidə şəhər daxili avtobus marşrutları fəaliyyətə başlayıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat verib. Bildirilib ki, Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilib. Yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək deyə bildirilib. Qeyd edilir ki, Xankəndidə fəaliyyət göstərəcək şəhər daxili avtobus marşrutları, bir nömrəli avtobus marşrutu Qarabağ Universitetinin klinikası və Xankəndi tikiş fabriki, 2 nömrəli avtobus Kərkicahan qəsəbəsi Dəmir yol avtovağzal kompleksi, 3 nömrəli avtobus isə Qarabağ Universitetinin klinikası və 1-ci dairə marşrutları üzrə hərəkət edəcəklər. Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub. Söz gedən marşrutlar üzrə sərnişin daşımalar Bakubas MMC-yə məxsus ekoloji, təmiz, elektrik avtobuslarla həyata keçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda ödəniş nəğdsiz qaydada həyata keçiriləcək. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar da quraşdırılıb. Sərnişinlər ödənişlərini fiziki Bakı kart, QR bilet və eləcə də NFC texnologiyası vasitəsilə istənilən bank kartı və mobil ödəniş sistemləri ilə həyata keçirə bilərlər. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür. Qeyd edək ki, avtobusların hərəkətinə aynanın monitorinq mərkəzi vasitəsilə real vaxt rejimində nəzarət ediləcək. Bakıda Gənclik metrosunun qarşısında abadlıq işləri aparılır. Piyadaların rahat gediş-gəlişini təmin etmək üçün yeni piyada yolları salınır. Hətta Gənclik metrosunun yaxınlığında olan 2 park da birləşdirilir. Daha ətraflı məlumatı Aynanın mətbuat katibi Tural Orucovdan eşidək. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramı çərçivəsində Bakı şəhərində piyada zonalarının yaradılması davam etdirilir. Bu dəfə paytaxtın daha 2 geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib, layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.
Artıq Gənclik metro stansiyasının şimal çıxışında Atatürk Parkının girişinə bitişik meydanda işlərə başlanılır. Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir. Layihə çərçivəsində Atatürk Parkının giriş hissəsində yaşıllıq zonası, skamyalar və söhbətgahlar, uşaq meydançaları və digər obyektlər qurularaq müasir və cəlbedici ictimai məkan yaradılacaq. Bununla da Atatürk və Antena parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsizliyini artıracaq. Davam edirik. Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs edilib. Masallı rayonu ərazisində minik markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün rayon polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən ona saxla işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Məmmədovun narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib. Məhkəmənin qərarı ilə Məmmədov 15 gün müddətinə inzibati qaydada həbs olunub. Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb. Sabunçu rayonu Kürdaxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 64 yaşlı Kazım Qubadoğlu Baxışev fəhlə işlədiyi evin 2-ci mərtəbəsindən yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. Bakıda avtobus kişini vuraraq öldürüb. Əliyev Ələşrəf Xaləddin oğlunun idarə etdiyi avtobusla Sabunçu qəsəbəsi ərazisində magistral yolda piyada Hacıyev Firudin Vəli oğlunu vurub. Firudin Hacıyev aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Göyçay şəhərində yerləşən marketdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Göyçay rayon yanğından mühafizə hissəsinin qüvvələri cəlb edilib. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində marketin divarının xarici üzündə baş vermiş yanğın genişlənməsinin qarşısı alınıb və qısa müddətdə söndürülüb. Yanğın nəticəsində marketin divarının xarici üzündə bir ədəd vitrin soyuducusunun, 2 ədəd kondisionerin mühərrik hissəsi və yaxınlıqda istifadəyə yararsız ərzaq malları 15 kvadrat metr sahədə yanıb. Market və bina yanğından mühafizə olunub. Ötən gün ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən müəyyən olunub. Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Eyni zamanda narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb. Xəbər verdiyimiz kimi bir müddət əvvəl Bakıda sənədsiz və kollektorlar üzərində tikilən evlərin söküləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, icazəsiz tikilmiş evlərə suyun verilməsi dayandırılacaq, bəzi tikillər isə söküləcək. Lakin sonradan bu məsələ ilə bağlı ictimaiyyətə və mediaya əlavə məlumat verilmədi. Hazırda bəs araşdırmalar hansı mərhələdədir? Qlobal İnfoazda danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruç bildirib ki, məsələ qısa müddətdə həll olunacaq. Çünki alternativ olaraq ya kollektorların fəaliyyəti dayandırılmalıdır ki, bu da ciddi problemlərə səbəb ola bilər, ya da həmin evlər sökülərək kollektorların fəaliyyəti bərpa edilməlidir. Eyni zamanda
zamanda kollektorlar normal işləməlidir ki, xüsusilə intensiv yağıntılar zamanı son dövrlərdə müşahidə olunan problemlər təkrarlanmasın. Bu məqsədlə dövlət səviyyəsində komissiya yaradılıb və hazırda vəziyyət araşdırılır. Ekspert bildirib ki, təkcə kollektorların üzərində 1000-dən çox ev inşa olunub. Bu isə kifayət qədər böyük rəqəmdir. Hər belə evin ətrafında risk altında olan digər tikililər mövcuddur. Ümumilikdə söhbət 6000-dən çox evdən gedir. Hər evdə orta hesabla 3-4 nəfərin yaşadığını nəzərə alsa, bu məsələ 20.000-dən çox vətəndaşı əhatə edir. Bu baxımdan hökumətin məsələyə ehtiyatla və ciddi yanaşması tam başa düşüləndir. Vüqar Orucun sözlərinə görə məsələ yalnız hökumət səviyyəsində deyil, həm də ictimai müstəvidə də müzakirə olunur. İcazəsiz tikililərə kommunal xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı qərar 2023-cü ilin aprel ayında qəbul olunub. Bundan sonra qanunsuz tikinti aparmaq istəyən şəxslər, istər vətəndaşlar, istərsə də buna şərait yaradan məmurlar belə halların nəticələrini nəzərə almalıdırlar. Strateji əhəmiyyət daşıyan ərazilərdə, xüsusilə kommunikasiya xətlərinin keçdiyi yerlərdə tikintiyə icazə verilməməlidir. Qanunsuz tikililərə şərait yaradan və şəhəri potensial təhlükə qarşısında qoyan məmurlarla bağlı tədbirlərin görülməsi də müzakirə mövzusudur. Lakin bu geniş araşdırmalar tələb etdiyindən hələlik bu istiqamətdə konkret addımlar atılmayıb. Bu ilin yanvar-mart aylarında taksi xidmətlərindən 19 milyon 488 min sərnişin istifadə edib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. Həmin dövrdə ictimai nəqliyyatda da sərnişin axınında artım qeydə alınıb. Belə ki, cari ilin birinci rübündə avtobuslardan 432 milyon 39,9 min, metrodan isə 53 milyon 508,3 min sərnişin istifadə edib ki, bu göstəricilər də illik müqayisədə müvafiq olaraq 8,6% və 1,3% artıb. Eyni zamanda hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,5% artaraq 912,6 min nəfərə, dəmir yolu nəqliyyatı üzrə isə 23,8% artaraq 2 milyon 568,7 min nəfərə çatıb. Xarici xəbərlərlə davam edirik. Bu gecə Rusiya qoşunları Xarkov, Dnepr və eləcə də Ukraynanın Zaporojye və Nikolayev vilayətlərinə bir sıra zərbələr endirib. Bu barədə Ukrayna vilayət hərbi administrasiyalarına və Ukrayna silahlı qüvvələrinin hərbi hava qüvvələrinə istinadən məlumat yayılıb. Dnepropetrovsk hava rəisi Aleksandr Ganjanın məlumatına görə Dneprə edilən hücumlar nəticəsində 18 nəfər yaralanıb. Həmçinin 4 mərtəbəli yaşayış binası qismən dağılıb. Xarkov meri Igor Terexov şəhərin Kiyev və Sevçenko rayonlarında da endirilən zərbələr barədə məlumat verib. Zərbələrdən biri yaşayış binasının elə düz yaxınlığında qeydə alınıb. Nəqliyyat infrastrukturu obyektlərinə ziyan dəyib. İctimai nəqliyyat dayanacağı dağıdılıb və qaz kəməri ziyan görüb. Xarkovun Nemişlyansk rayonunda pilotsuz uçuş aparatlarının zərbəsi nəticəsində bir uşaq yaralanıb. Zaporojye vilayətində bir sutka ərzində 43 yaşayış məntəqəsinə 555 atəş qeydə alınıb. Xüsusilə 25 aviazərbə, dronlarla 357 hücum, yayılım atəşli reaktiv sistemlərdən 6 atəş və 167 artilleriya zərbəsi endirilib. Yaşayış binalarının, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 69 müraciət daxil olub. Nikolayev bildirib ki, region şahid tipli dronların tətbiqi ilə Rusiya hücumlarına məruz qalıb, nəticədə 2 qadın xəsarət alıb. Məlumata görə gecə kamikadze dronları ilə Odessaya da hücum edilib. Yaşayış binalarına zərbələr dəyib. 2 nəfər ölüb, yaralılar var.
Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 127 pilotsuz uçuş aparatını vuraraq zərərsizləşdirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində təşkil etdiyi gecə hücumu nəticəsində dağılan binanın qalıqları altından 2 nəfərin meyidi çıxarılıb. Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə qəzalı binada axtarış xilas etmə tədbirləri fasiləsiz olaraq davam etdirilir. Hazırki məlumata görə dağıntılar altında daha 5 nəfərin qala biləcəyi ehtimal olunur. Hadisə nəticəsində 21 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara lazımi tibbi yardım göstərilib. Pakistan prezidenti Asif Əli Zərdari aprelin 25-dən mayın 1-nədək Çində rəsmi səfərdə olacaq. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Zərdari aprelin 25-dən 27-sinədək Çanşa şəhərinə səfər edəcək. Daha sonra isə aprelin 28-dən mayın 1-nədək qalacağı Sanya şəhərinə yollanacaq. Səfər zamanı əyalət rəhbərlikləri ilə görüşlər planlaşdırılıb. Bu görüşlərdə tərəflər iqtisadi və ticarət əməkdaşlığına, həmçinin Çin-Pakistan iqtisadi dəhlizinin reallaşdırılmasına xüsusi diqqət yetirərək Pakistan və Çin arasında ikitərəfli münasibətləri müzakirə edəcəklər. Bildirilib ki, səfər iki ölkə arasında müntəzəm yüksək səviyyəli təmaslar ənənəsi çərçivəsində həyata keçirilir və bu il qeyd olunan diplomatik münasibətlərin qurulmasının 75 illiyi ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir. Rumıniya ərazisinə daxil olan pilotsuz uçuş aparatlarının qalıqları Qalat şəhərində elektrik dirəyini və yaşayış evinin bir hissəsini zədələyib. Bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə aprelin 25-nə keçən gecə Rusiyanın Ukrayna ərazisinə hücumu fonunda baş verib. Zərbələrdən sonra dronun qalıqları Rumıniyanın cənub-şərq hissəsinə düşüb. Puanın qalıqları cənub-şərq Rumıniyanın Qalat şəhərində aşkar edilib. Elektrik dirəyi və evin əlavə tikilisi zədələnib deyə məlumatda bildirilib. İstanbulun Pendik rayonunda yeraltı boş su anbarında gizlədilmiş qanunsuz silah istehsalında istifadə olunacaq 3092 ədəd hissə aşkarlanıb. TRT Haberə istinadən verilən məlumata görə İstanbul Şəhər Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları silah qaçalmalçılığı və qanunsuz silah istehsalına qarşı aparılan əməliyyat axtarış tədbirləri çərçivəsində Pendikdəki ərazini nəzarətə götürüblər. Ərazi üzərində dron vasitəsilə aparılan müşahidə zamanı şübhəli şəxslərin torpağın altına girib çıxdığı müəyyən edilib. Aparılan araşdırma nəticəsində həmin şəxslərin daxil olduğu yerin torpaq altındakı boş su anbarı olduğu məlum olub. Hazırlıq tədbirləri başa çatdıqdan sonra göstərilən ünvana əməliyyat keçirən polis əməkdaşları su anbarının içərisində kisələrdə gizlədilmiş qanunsuz tapanca hazırlanmasında istifadə olunan 3092 ədəd silah hissəsi, 1869 ədəd tapanca sürgüsü və müxtəlif silah aksesuarları ələ keçiriblər. Əməliyyat zamanı 4 şübhəli saxlanılıb. Qeyd olunub ki, ələ keçirilən bu materiallar Türkiyə üzrə indiyədək bir dəfəyə aşkar edilən ən böyük həcmdə silah istehsal hissələri sayılır. İstanbul Şəhər Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsində araşdırmalar aparılır.
Bu həftə sonu İordaniya çayının qərb sahilində və Qəzza zolağının bəzi bölgələrində yerli özünü idarə etmə orqanlarına səsvermə keçirilir. Bu barədə xarici kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumata görə bu proses Qəzza müharibəsi başladıqdan sonra qərb sahillərində anklavda son 2-10 illikdə təşkil olunan ilk səsvermədir. Səsvermədə iştirak etmək üçün 1 milyondan çox vətəndaş qeydiyyata alınıb. Qəzza zolağının Deyr Əl-Bələh bölgəsində isə təxminən 70 min sakin seçim etmək hüququna malikdir. Peru hökuməti hərbi arsenalını yeniləmək məqsədi ilə ABŞ-nin Lockheed Martin şirkəti tərəfindən istehsal olunan 12 ədəd yeni F-16 Blok 70 qırıcısının satın almasına dair müqavilə imzalayıb. Bu barədə xarici kütləvi informasiya vasitələri məlumat yayıblar. Ümumi dəyəri təxminən 3,4 milyard dollar qiymətləndirilən layihənin ilk mərhələsi 2 milyard dollar təşkil edir. Sənədə əsasən təyyarələrin 2029-2030-cu illər aralığında tədarükü nəzərdə tutulur. Çin Tayvana silah satışı və rəsmi Taybey ilə əməkdaşlıq etdikləri əsası ilə Avropanın 7 qurumuna qarşı sanksiyalar tətbiq edib. Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb. Siyahıya daxil edilən Almaniyanın, Belçikanın, Çexiyanın qurumlarında ikili təyinatlı məhsulların göndərilməsi dərhal dayandırılıb. Sözgedən reyestrdəki 7 subyektdən 4-ü məhz Çexiyada fəaliyyət göstərib. Məhdudiyyətlər həm mülki, həm də hərbi sahədə istifadə edilən texnologiyaları, proqram təminatlarını və dron istehsalı üçün vacib olan nadir torpaq elementlərini əhatə edir. Pekin ixracatçılara xəbərdarlıq edib ki, qeyd olunan tərəfdaşlara Çin mənşəli malların hər hansı formada ötürülməsi qəti qadağandır. Çin Ticarət Nazirliyi bu addımın Avropa İttifaqı ilə normal iqtisadi əlaqələrə xələl gətirməyəcəyini, dürüst iş adamlarının narahatlığına heç bir əsas olmadığını vurğulayıb. ABŞ Maliyyə Nazirliyi Rusiya və İran neftinin alınmasına verilmiş müvəqqəti icazənin müddətini uzatmayacaq. Bunu ABŞ-nin Maliyyə Naziri Scott Bessent deyib. O qeyd edib ki, artıq dənizdə olan və əvvəlki icazə çərçivəsində danışan neft həcmi demək olar ki, tükənib və yeni güzəşt üçün əsas yoxdur. Nazir əlavə edib ki, İranla bağlı da oxşar addım gözlənilmir. ABŞ İrana qarşı sərt xətti davam etdirir və bu dövlətdən neft ixracı faktiki olaraq bloklanıb. Qeyd edək ki, ABŞ Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması üzrə əməliyyatlara müvəqqəti olaraq icazə verib. ABŞ ordusu Sakit Okeanın şərq hissəsində narkotik qaçaqmalçılıqları tərəfindən istifadə edildiyi ehtimal olunan katerə zərbələr endirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı 2 nəfər həlak olub. ABŞ-nin hərbi qulluqçuları zərər görməyib. Kəşfiyyat məlumatları katerin Sakit Okeanın şərq hissəsində məlum marşrut üzrə hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib deyə komandanlıqdan bildiriblər. İranın Xarici İşlər Naziri Abbas Ərakçı Pakistanın paytaxtı İslamabad şəhərinə səfəri çərçivəsində Pakistan ordusunun baş komandanı Asim Munir ilə görüş keçirib. İRNA-nın məlumatına görə görüşdə regionda təhlükəsizlik vəziyyəti, yaxın şərqdə artan gərginlik və diplomatik danışıqların perspektivləri müzakirə olunub. Tərəflər həmçinin İran və Pakistan arasında siyasi, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Məlumata görə danışıqlarda bölgədə sabitliyin qorunması, gərginliyin azaldılması və diplomatik dialoqun davam etdirilməsi yolları
diqqət mərkəzində olub. Pakistan tərəfi regionda sülh və sabitliyin təmin olunması üçün dialoq və vasitəçilik təşəbbüslərini dəstəklədiklərini bildirib. Görüş zamanı iki ölkə arasında hərbi və təhlükəsizlik sayəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin regional problemlərin siyasi və diplomatik yollarla həlli imkanları da müzakirə olunub. Qeyd edilib ki, Abbas Ərakçı səfər çərçivəsində Pakistan rəhbərliyinin digər yüksək vəzifəli nümayəndələri ilə də görüşlər keçirəcək. İranın Xarici İşlər Naziri Abbas Ərakçının Pakistana səfəri çərçivəsində ABŞ nümayəndələri ilə görüş keçirilməsi nəzərdə tutulmur. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib. Onun sözlərinə görə İranın mövqeyi Pakistan tərəfinə çatdırılacaq və səfər çərçivəsində yalnız İslamabadın yüksək vəzifəli nümayəndələri ilə görüş olacaq. Bəqai qeyd edib ki, bu təmaslar yaxın şərqdə münaqişənin dayandırılması istiqamətində Pakistanın vasitəçilik səyləri çərçivəsində baş tutur. Bundan əvvəl Axios'un jurnalisti Barak Ravid mənbələrə istinadən ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-sində İslamabadda keçiriləcəyini iddia etmişdi. Ağ Evin mətbuat katibi Caroline Levitt isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və iş adamı Jared Kushnerin aprelin 25-də İslamabada səfər edərək İran tərəfinin mövqeyini dinləyəcəyini açıqlayıb. İsrail Müdafiə Ordusu Livanın cənubundakı 3 rayonda Dirə Zəhrani, Kfar Reman və Əl-Samiyədə Hizbullah qruplaşmasına məxsus raket buraxılış qurğularına zərbələr indirdiyini bildirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Hərbiçilərin açıqlamasına görə vurulan mövqelər İsrail Müdafiə Ordusu və vətəndaşlar üçün birbaşa təhlükə yaradırdı. Qeyd olunur ki, zərbələr sərhədyanı zonada potensial təhlükələrin aradan qaldırılmasına yönəlmiş davam edən fəaliyyətlər çərçivəsində endirilib. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün xəbər saatlarını izləməyi unutmayın. Bizi izləyin, xəbəri bizdən xəbər alın. Sağ olun, salamat qalın.